Değerli izləyicilər, videonu bəyənib kanala abunə olun ki, hər kəs son xəbərlərdən anında məlumatlansın. Xəbər verdiyimiz kimi, dünən Bakı şəhər İcra Hakimiyyətində keçirilən müşavirədə Suraxanı rayon İcra Hakimiyyətinin başçısı Adil Əliyevə töhmət verilib. Xəbər verilir ki, Adil Əliyevə töhmət verilməsinə səbəb rayon ərazisində qanunsuz tikililərin sayının çoxluğu olub. Belə ki, müşavirədə Suraxanıda qanunsuz tikinti hallarının artdığı, rayonun digərləri ilə müqayisədə bu baxımdan seçildiyi vurğulanıb. Bununla yanaşı, rayon tabeliyində olan qəsəbələrdə sanitar təmizliyin olmaması, zibillərin götürülməməsi ilə bağlı icra başçısına irad tutulub. Qeyd edək ki, töhmət alan icra başçısı Adil Əliyev bütün çatışmazlıqların bir ay ərzində aradan qaldıracağından söz verib.